Bizim Olimpiya çempionumuz 5-ci dəfə Avropa çempionu ola biləcəkmi? Və o indi bütün məqsədi odur ki, sübut eləsin ki, keçən ilki təsadüfüdür. Nəsə o düz eləməyib. Ona görə onun borcu boynunda qalıb. O mənə söz vermişdi keçən il ki, mən 5 qat Avropa çempionu olacağım. Onda o var da, canında var onun ki, sübut eləmək istəyir xalqına, millətinə, dostlarına, düşmanlarına, müəllimlərinə və s. ki, mən yeganə idmançıyam ki, olacağım 2 qat dünya çempionu, 2 qat Olimpiya çempionu, 5 qat Avropa çempionu. Uşaqlıqdan bu mında var. Bir də Tərlan müəllim, siz necə düşünürsünüz? Çox bəzən Hidayət uduzanda onu çox tənqid edirlər. O tənqidlər nə qədər ona yaxşı və yaxud da pis mənada təsir edir? Bilirsiniz, tənqid hər adama pis təsir edir. İş ondadır ki, idmançını, belə titullu idmançını tənqid etmək düzdür axı. O zirvədə dayana bilməz. Ömrü boyu dayana bilməz. Bunun ömrü 10, 12, 15 ildir. Hər idmançının, o belə idmançıların. O zirvədə, Everestdə, Camalunmada dayanmaq olar, saatlarla yox. Bu da belə həyatdır da bu. O Olimpiya ilində o formasını o dərəcədə qaldırmışdı ki, həm Avropanı utdu, həm dünyanı utdu, həm də Olimpiyadanı utdu. Hələ mən demirəm ki, Grand Slamlər və s. Ona görə o formanı saxlamaq qeyri-mümkündür. O yerə düşsün aşağı 2 il, sonra yavaş-yavaş qalxsın. Təzədən. Qabaqda 2 il var. Və bunu farsaj eləmək olmaz. Farsaj elədin, nəsə düzgün getməyəcək. bəli, orqanizm onda nəsə qırılacaq. Tərlan müəllim, demək Azərbaycan cudonun tarixində Avropa çempionları 9 nəfər olub Avropa çempionları Azərbaycan cudonun tarixində. Sizcə bu dəfə Tbilisidə biz 10-cu Avropa çempionu görə biləcəyikmi? Mütləq görməliyik. Ona görə ki, belə bir heyət mənim tariximdə çox az təsadüfi olub ki, Azərbaycan yığma komandası bu belə bir heyət olsun. Mənə elə gəlir ki, bizi bir neçə dəfə sevindirəcəklər Tbilisidə. İnşallah.